Salam mənim əzizlərim, davam edirik şiir bürcü ilə 22-28 fevral həftəsi. Şiirlər üçün pul, borc, aliment, miras, paylaşım mövzuları aktivdir, emosional bağlar dərinləşir. Keçmiş bir maddi məsələ yenidən gündəmə gələ bilər. Məsləhət emosiyaya qapılıb heç nə üçün risk etmək olmaz. Belə. Özü, hərəkəti, sevgi, pul, karyera. Şiir bu həftə daxili gücünü toparlayır. Sakit, səbirli, amma nəzarəti əlində saxlayan enerjisi var. Emosiyaları güclüdür, lakin artıq onları idarə etməyi öyrənmiş biridir. Həqiqi gücün səssizlikdə olduğunu artıq anlamışdır. Hərəkəti, daxildə çox düşünmə, narahatlıq, gecə stresi, yuxusuzluq var. Şiir hərəkətdə deyil, daha çox zehində özü ilə boğuşur. Qorxuları onun addımını ləngidir. Əslində qorxuları da real deyil. Zehnində böyütdüyü məsələlər var. Onlarla bağlıdır. Sevgidə ciddi, rəsmi, ənənəvi enerji var. Nikah, ailə, rəsmi adım, münasibətin ciddiləşməsi mövzusu bu həftə gündəmdədir. Onun üçün heç bir əlaqə bu həftə oyun deyil, dərin bağlar qurmaq istəyir. Pul, zəhmət, səbir, davamlı işlə gəlir. Köhnə maddi məsələ yenidən açılır. Borcun bağlanması, məsəl üçün aliment mövzusu aktiv ola bilər. Pul əməklə gəlir, risklə yox. Karyerada keçmişdən gələn fürsət var. Köhnə iş yeri, əvvəlki tanış, nostaljik bir təklif ortaya çıxa bilər. Keçmiş sənə yeni bir qapı aça bilər karyerada. Ümumilikdə götürsək, əziz şiirlər, sakit qalın, güc sənin özündədir. Əlavə bir kart çəkək. Küsülü olduğunuz biri ilə barışıq ola bilər. Kiminsə könlünü ala bilərsiniz. Kiminsə qəlbini qırmışsınızsa, onunla barışıq və yaxud da bağışlamaq istəmək ola bilər. Bu, həm də özünüzlə bağlı ola bilər. Ola bilsin ki, hansısa bir məsələlərdə özünüzə qarşı haqsızlıqlar eləmişsiniz və bununla bağlı özünüzdən bağışlanmaq və mən bunu özümə necə edə bildim deyə özünü sorğulamaq ola bilər bu həftə. Belə, bu qədər mənim əzizlərim. Əgər video sizə toxunduysa, videonu bəyənməyi və paylaşmağı unutmayın.